Bismillahirrahmanirrahim. Bugünkü sualımız bu şəkildədir. Müsəlman bir şəxs şəriət qaydasına uyğun kəsilməmiş heyvanın dərisindən düzəlmiş paltarı sata bilərmi? Yəni koji kurtkalar gəldi. Mən bilirəm ki, həmin bu kurtkalar, bu dəri kurtkalar şəriət qaydası ilə kəsilməyən heyvanın dərisindəndir, kəsilməmiş heyvanın dərisindəndir. Bunu sata bilərəmmi? Və yaxud da ki, qeyri-müsəlman ölkələrindən idxal edildi, həmin paltarları sata bilərəmmi? Cavabımız bu şəkildədir. Ehtiyata əsasən bu caiz deyil. Əgər bilsən ki, bu paltarlar şəriət qaydasına uyğun kəsilməmiş heyvanın dərisindəndir, satmaq ehtiyata əsasən caiz deyil. Lakin əgər onun şəriət qaydasına uyğun kəsilməsi normal miqdarda ehtimal edilərsə, bu halda satışı icazəlidir. Elhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.